Azərbaycan çıraqların gür yansın. Xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır. Gözün toxdur millətim. Ürəyindən qara yerlər əsməsin, ana yurdum Azərbaycan elləri. Qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, Mirvarid Dilbazi Poeziya Məclisi adından hər birinizi ürəkdən salamlayıram və bugün bizim əzizimiz Sumaya xanımın Ömür Dünyam kitabının təqdimatında xoş gördük və bu tədbirə uğur diləyirəm. Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Ruhunuz şad olsun ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət himnimiz səsləndirilsin. Azərbaycan möhtəşəmdir gür səsin, əysilməsin üstümüzdən nəfəsin, bu torpağa vətən deyən hər kəsin, şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan, gəlib çatdı gözlərindən bu xoşan, bu torpağa igid doğan, ər doğan, şəhid analarının, şəhid atalarının əllərindən öpürəm. Mənim əzizlərim, bugün Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sumaya xanım Məhəmmədəli qızının Ömür Dünyama adlı kitabının işığına toxlaşmışıq. Onun könül dünyasına, poeziya dünyasına səyahət edəcəyik. Sizin alqışlarınızla əzizimiz Sumaya xanımı taxt tacına dəvət edək. Bugün onun üçün çox əlamətdar bir gündür. Yuxusuz gecələrinin bəhrə gətirdiyi, çiçək açdığı bir gündür. Uğurlar arzulayıram və ilk olaraq siz özü yapın sədri Vüqar müəllimə verirəm. Buyurun Vüqar müəllim. Hörmətli tədbir iştirakçıları, əziz şəhid valideynləri, çox hörmətli Sumaya xanım və əziz qonaqlar. Hər birinizi ürəkdən salamlayıram. Bugün bizim şairə xanımımız Sumaya xanımın növbəti kitabının təqdimat mərasiminə yığışmışıq. Bu sadəcə onun 5-ci səhv eləmirəmsə kitabıdır və mən burada az da olsa ərsəyə gəlmiş kitabı vərəqləmək fürsətini əldə elədim və gördüm ki, elə ilk kitabın ilk səhifələrində əziz şəhidlərimizin xatirəsinə həsr olunmuş şairənin şeirləri də var. Mən buna görə də Sumaya xanıma təşəkkür edirəm ki, hamımıza əziz olan o şəhidlərimiz məhz bu kitabda da öz əksini, onların xatirəsi əziz tutulub, onlar ehtiramla hər yerdə anıldığı kimi bizim şairəmizin kitabında da onlara həsr olunmuş şeirlər var. Mən çox üzr istəyirəm tədbirə qatılmaq üçün
tələsirəm, ona görə qısa danışacağım. Sümaya xanım, sizi ürəkdən təbrik edirəm. Allahdan sizə uzun ömür, can sağlığı arzulayıram. Yeni yaradıcılıq fəaliyyəti diləyirəm. Allah qələmimizi daha da qüvvətli eləsin, daha da gözəl şeirlər ərsəyə gətirəsiz, bizim poeziyamıza bəxş eləyəsiz, oxucularınız daha da bol olsun və bizim gənclərimiz sizin yazdığınız o şeirlərdən bəhrələnsinlər və arzu edirəm ki, Qəyyur müəllimlə birgə bu ailədə yaradıcı insanların yaradıcılıq belə deyə sənəti daha da davam eləsin. Uzun ömürlü olsun. Ürəkdən təbrik edirəm. Sağ olun. Təşəkkür edirəm Vüqar müəllim. Yolunuza, yolçunuza uğurlar. Sizin çox sağ olun. İndi isə sözü Suraxanı rayonu Heydər Əliyev mərkəzinin rəhbəri Xəyalə xanıma verirəm. Buyurun Xəyalə xanım. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Xoş gəlmisiniz. Bugün biz bura Sümaya xanımın işığında toplaşmışıq. Onun kitabını təqdim etmə mərasimidir. Ümumilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə çox saylı tədbirlərdə hamınız dəfələrlə iştirak etmişsiniz. Bugünkü tədbirin motivi tam başqadır. Biz Sümaya xanımın kitab təqdimatına dəstək verməyimizdən çox məmnunuq. Çünki yaradıcı insanlara hər zaman cəmiyyətimizdə yer var. Bilirsiniz ki, Ümumilli lider Heydər Əliyev daima ədəbiyyat xadimləri ilə görüşmüş, onların fəaliyyətini yüksək qiymətləndirmişdir. Məhz bugün də Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyətində hər biriniz görürsünüz ki, Azərbaycanda yaşayan, yaradan, incəsənətlə, ədəbiyyatla məşğul olan hər bir insan diqqət önündədir, onların fəaliyyəti qiymətləndirilir. Mən Sümaya xanıma uğurlar arzulayıram və bu kitablarının davamlı olmasını diləyirəm. Yeni kitablar yazasınız, gözəl ilham tapasınız. Can sağlığı ailənizlə birlikdə xoşbəxt ömür sürəsiniz. Sağ olun. Xəyalə xanım, Mirvarid Dilbazi Poeziya Məclisi Ulu Öndərin Mirvarid Dilbazi haqqında burada yüksək fikirləri bu kitabda yer alıbdır. Tərlan xanım Musayevanın, keçmiş deputatımız, Ulu Öndərə mənəvi borcum kitabını araya gətirib və Vaqif Osmanlının Ulu Öndərin canlı əsəri Tərlan kitabı bütün bizim bölgələrimizdə keçirilib, hətta Gürcüstanın bölgələrində keçirilib, Azərbaycanlıların kompakt yaşadığı yer. Bugün isə sizin mərkəzə təqdim edirik. Ulu Öndərin ruhu şad olsun. Ulu Öndər Mirvarid Dilbaziyə qızım deyirdi, bacım deyirdi. Yəni onların bir-birinə çox belə ana-bala münasibətləri olubdur. Ruhları şad olsun hər ikisinin. Çox sağ olun. Təşəkkür ederim. Minnətdarım. İndi isə video çarx təqdim edirik. Buyurun, izləyin. Azərbaycan Prezidenti Azərbaycan ölkəsinin bir ulu öndər oğlusan. Sən bu torpaqda doğulub, qida alıb böyümüsən. Müqəddəs haqq kitabına gül olma sən, and içmisən. Sən Azərbaycan elinin mərd, qeyrətli bir oğlusan. Bu keşməkeşli yollardan çətin imtahan alsan. Azərbaycan millətinin sən gözündə ucalmısan. Adın gəzir hər ölkədə, qələbələr qazanmısan. Azərbaycan bayrağını sən göylərə ucaltmısan. Var canında bu torpağa həm izzətin, həm hörmətin, anam kimi bağlanmısan. Qəlbində saf məhəbbətin bəxş elədin sən xalqına, suyunu
yaşa hər an məhəbbətlə, qoru ilham bu hörməti, sadiq yaşa cəsarətlə, al haqdan bu əzəməti. Sumaya nəzər edər, görər səndə güc, qüvvəti, qoy səni Allah qorusun. Azərbaycan prezidenti. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, şanlı ordumuzun qüdrəti ilə, xalqımızın birliyi ilə bu millətin qeyrəti dünyaya sərgiləndi. Şəhidlərimizin qanından, qazilərimizin o bütöv gedib yarım can gələn canlarından bizim xalqımız bütün dünyada ulu, uca xalq olduğunu təsdiqlədi. Sumaya xanım, çox sağ olun ki, belə gözəl sözlər yazmışsınız. Əziz tədbir iştirakçıları, xanım üçün yazar olmaq, şair olmaq çox çətindir. Və bu çətinlikləri aşmaq üçün insanın taleyinə gözəl ömür yoldaşı yazılanda daha gözəl olur, daha yaxşı olur. Bu mənada xalq rəssamı Qəyyur Yunusu dəvət etmək istəyirəm. Buyurun, sizi də eşitmək bizim üçün çox xoş olardı. Xeyir dua sizdən də gəlsin bizim əzizimiz Sumaya xanım üçün. Qəyyur müəllim, buyurun. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram və ümid edirəm ki, bugünkü tədbir uzun müddət yaddaşlarda qalacaq və Allah mənim üçün ümumiyyətlə rəssamlar çox danışandır. Mənim üçün də çətindir bir söz demək. Amma Sumaya xanımın yaradıcılığının bağlı məsələlərdə təbii ki, mən də müəyyən qədər məsləhətlər, söhbətlər olub və onun yaradıcılığının bu səviyyəyə gəlib çıxmasında şükür Allaha. Əlbəttə ki, onun əqidəsi, düşüncəsi, dünya görüşü və ailəsi xüsusi rol oynayıb. Və ona görə də mən hamınıza təşəkkür edirəm ki, bugün bu gözəl tədbirdə zəhmət çəkib iştirak eləmişsiniz və hamınıza çox sağ ol deyirəm. Sağ olun. Qəyyur müəllim, çox sağ olun, təşəkkür edirəm. Bəzən mən düşünürəm ki, kişilər üçün çox çətindir şair olmaq. Xanımları qısqanır, sevgidən yazır, nə bilim, ürəyindən keçənləri yazır. Qadın üçün 2 qat çətindir. Necə yazsın, nədən yazsın, hardan yazsın ki, xalqın rəğbətini qazana bilsin. Mən bugün sevinirəm ki, bizim əzizimiz Sumaya xanım yazısını elə yazıb ki, tədbirlərdə iştirak edir. Vətəndən yazır, eldən yazır, obadan yazır, Azərbaycana can deyir. Ölkəmizin prezidentinə gördünüz, necə gözəl sözlər yazıb və o da klip çəkilib. Eşq olsun belə Azərbaycan xanımlarına. Vətənimizə üz ağlığı, baş ucalığı gətirən xanımlar, mən deyərdim ki, bu ölkənin vallahi billahi xəzinəsidir. Bu arada mən sözü vermək istəyirəm. Şəhidim var ey vətən şeiri ifa edir 84 sayılı tam orta məktəbin 8B sinif şagirdi Xədicə qızımız. Buyursun gəlsin, qoşa hörükülü gözəl bala. Şəhidim var ey vətən, yolunda çoxdur ölən, torpağında qan tökən, sənə can fəda edən. Gördü başın dərddədir, torpağın düşməndədir. Canını qurban verdi, dedi can vətəndədir. And içdi Quranına, dininə, imanına, müqəddəs torpağına, 3 rəngli bayrağına. Canını qurban etdi, qan etdi torpağını. Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və əbədi əlaqələr mərkəzinin sədri, şair tərcüməsi Aseist Səlim Babullaoğlu, şair, yazıcı, kino, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələlər üzrə katibi İlqar Fəhmi və Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov
Sumaya xanımı təbrik edir və təbriklərini göndəriblər. Təbrik edirik. Mən də bir Azərbaycan Yaşlılar Birliyinin üzvü kimi təbrik edirəm. Çox sağ olsunlar ki, təbriklərini göndəriblər. İndi həmişə tədbirə gəlmək olmur. Onların da yəqin ki, öz tədbirləri var. İndi isə söz verilir Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleymanovaya. Buyurun. Hər vaxtınız xeyir olsun, hörmətli qonaqlar. Mən bu günləri fotoqraf kimi yox, məhz Əmircan sakini kimi danışmaq istəyirəm. Sumaya xanımı mən Qəyyur müəllimgildə qonaq gedəndə tanımışam. Gözəl xanımdır, gözəl anadır, çox mehribandır. Mən Sumaya xanımın kitabları ilə tanışam, amma bu sonuncu kitabı ilə hələ tanış olmamışam. Ona uğurlar arzulayıram, can sağlığı. Qəyyur müəllim, sizə də can sağlığı arzulayıram. Sizin evdə o qədər gözəl aura var ki, ancaq yaratmaq lazımdır. Sumaya xanım, təbrik edirəm sizi. Biz çox danışmırıq, bilirsiniz də, sənət adamları. Sizə uzun ömür, can sağlığı, işlərinizdə yaradıcılığınızda uğurlar arzulayıram. Sağ olun, çox sağ olun. Mirvarid Dilbazi yazırdı ki, mən anayam, müdrik oğullar. Xeyir dualardan başqa nəyim var mənim? Xeyir dualarım sizə yar olsun, adınız vətənə iftixar olsun. Xalqdan aldığınız mükafatlar da sizə inam olsun, etibar olsun. Mən indi sözü Suraxanı rayon icra hakimiyyətinin başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi Komissiyasının məsləhətçisi, psixoloqu Vəfa Qüdrətliyə verirəm. Buyurun Vəfa xanım. Xanımlar və cənablar, əziz qonaqlar, şəhid ailələri və bugünün qəhrəmanı Sumaya xanım, hər birinizi salamlayıram. Bu nəcib dəvətiniz üçün təşəkkürümü bildirirəm və onu qeyd edim ki, bugün həm də mən Suraxanı rayon icra hakimiyyəti başçısı Adil müəllim, cənab Adil Əliyevi təmsil edirəm. Həqiqətən də burada iştirak etmək mənim üçün çox xoş oldu. Həm bizim ədəbiyyatımıza, mənəvi dəyərlərimizə, sənətimizə verilən dəyəri, ehtiramın göstəricisidir. Bu bizləri çox sevindirir həqiqətən. Yəni bilirsiniz, rayon icra hakimiyyəti fəaliyyəti çox genişdir. Biz müxtəlif sahələrlə məşğul oluruq, amma ədəbiyyat yaradıcılığa yönəlik bizdə azdır istiqamət. Bu tədbirlərin belə olması və Suraxanı rayon Heydər Əliyev mərkəzində təşkil edilməsi, Suraxanı rayon sakinlərinin cəlb olunması bizləri sevindirir. Bu bir növ maarifləndirmə xarakteri daşıyır. Sumaya xanım, biz sizin qələminizə və yaradıcılığınıza uzun zamandır artıq bələdik. Yəni göründüyü kimi 5-ci kitabınız nəşr olunur. Mən də bugün biraz kitabdan yararlanmağa çalışdım. Həqiqətən də bu əvvəl yazdığınız kitabların bir davamı kimidir. Mən düşünürəm ki, bu kitab da digərləri kimi biz oxuculara mənəvi dəyərini verəcək, sizin həyata olan baxış açınız. Əlbəttə ki, hər birimiz həyata bir başqa gözlə baxırıq. Sizin baxış yönünüz tamam başqadır və sizin təcrübənizdən, illərin süzgəcindən keçən hikmətinizi biz oxuculara bəxş edir və həqiqətən də biz sizlərdən, yazarlardan, bizim dəyərli sənətkarlardan çox şey öyrənirik. Təkcə yazmaq deyil, əlbəttə ki, dəyərli sənətkarımız buradadır, xalq rəssamı Qəyyur müəllim, sizi də salamlayıram. Yəni çox sevindirir əslində sizin kimi sakinlərin məhz Suraxanı rayonunda olması. Onu qeyd edeyim ki, mən özüm də Suraxanı rayon sakiniyəm, məhz Əmircan kəndində doğulmuşam. Həmişə qürur duymuşam öz kəndimizlə və yetirmələri də göz önündədir. Mən yeni kitabımızın nəşri münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu kitabınız da digərləri kimi bir çox geniş oxucunun qəlbində özünə yer salsın və hər bir evin, hər bir kitabxananın əziz qonağına çevrilsin. Qeyd etdiyim kimi, mən bugün həm də Adil müəllimi təmsil edirəm. Onun təbrik və xoş arzularını sizə çatdırmaq istəyirəm. Sizə də məlumdur ki, Adil müəllim hər zaman sizin kimi yaradıcılığa, ədəbiyyata diqqət göstərən insanları, mənəvi sütunu olan insanları diqqət önündə saxlayır və onları qiymətləndirir. Bugün də ondan yan keçmədi. İcazə versəydiniz, mən Suraxanı rayon icra hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə sizə bir fəxri fərman təltif etmək istərdim. Təbrik edirəm Adil müəllim.
mütləq çatdıracağam. Bir daha sizi təbrik edirəm və tədbirin davamlılığında uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkürlər. Vəfa xanım, çox sağ olun, təşəkkür edirəm. Mirvarid Dilbazi Poeziya Məclisinin səmimi salamlarını Adil müəllimə çatdırın. Keçən il Suraxanı rayonunda 2-ci Kəlağayı festivalı keçirdik. Çox möhtəşəm olmuşdu. İnşallah davamlı olaraq yenə milli mənəvi dəyərlərimizə dəyər verərək tədbirlərimizi keçirərik. Mən indi şəhidləri unutmadıq. İfa edir şeiri 7B sinif şagirdi Nazim. Şəhidin var Azərbaycan, qəbul elə bu canları. Sənin azadlığın üçün qan etdilər torpağını. Əldə silah hücum edib, düşmənləri zəlil etdi. Hər addımda vətən deyib, inadından heç dönmədi. Şəhidin var Azərbaycan, şəhərində, hər kəndində. Neçə şəhid adı döyündü hər ürəklərdə. Nazim, Davud, Xəyyam, Orxan vətən üçün verdilər can. Bu adları unutmadık, şahid oldu tarix zaman. Can verdilər, qan tökdülər, düşmənə baş əymədilər. Nəyin bahasına olur olsun, onlar geri dönmədilər. Ana, vətən müqəddəsdir, xalqıma mərdlik dərsidir. Bunu ulu öndər demiş, Azərbaycan bölünməzdir. Təşəkkür edirəm. Şəhidimiz haqqında, şəhidlərimiz haqqında Sumaya xanımın yazdığı şeiri bizim əziz balamız səsləndirdi, Nazim balamız. Tədbirdə şəhid anaları var, şəhid anaları. Qarşınızda tək mən yox, bu millət, bu xalq, türk dünyası başayır. Mərdi mərd ana doğar. Sizi kimi anaların, oğullarının sayəsində bugün səmamız aydındır. Bugün rahat belə tədbirlər keçiririk. Toylarımız olur, nişanlarımız olur. Şəhid ocağının çırağı heç vaxt sönməz. Ancaq, belə desək, ailələrinin çırağını söndürdülər ki, vətəninin çırağını gür yandırsınlar. Əgər ürəyinizdən keçirsə, bir-iki söz siz də deyərdiniz. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Minnətdaram bugünkü tədbirə məni dəvət etdiyiniz üçün Sumaya xanım. 5 il öncə, bundan öncə Sumaya xanımla 2 ay öncə tanış olduq. Amma 5 il öncə telefon vasitəsilə tanış olmuşduq. Orxan haqqında məlumatlar istəmişdi və Orxana bir video çarx hazırlayıb göndərmişdi. Çox minnətdaram, çox yaxşı almışdı, Allah razı olsun. Nə deyə bilərəm? Bəli, şəhidlər olmasaydı bugünkü tədbirləri təşkil edə bilməzdik. Arzu edirəm ki, gələcək nəsil də o zəncavərlər kimi vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına yetişsinlər və onların səsi dünyanın hər bir yerindən gəlsin. Öz torpağını, bayrağını, dövlətini hər yerdə qürurla ansınlar. Nə deyə bilərəm? Sumaya xanıma gələcək işlərində uğurlar arzulayıram. Bundan da yüksək nailiyyətlərə sahib olasınız. Var olun şəhidləri andığınız üçün. Bir daha hər birinizə təşəkkür edirəm. Başqa bir söz deyirəm. Sağ olun. Tədbirdə şəhid atası var. Buyurun, şəhid atası. Azərbaycanda çox barmaqla sayılan ziyalı ailələr var ki, çox az miqdarda. Onu misal getirmək olar. Yazıcı ana, Yazıçılar Birliyinin sədri. Məsələn, anası Nigar Rəfibəyli, atası Rəsul Rıza. Balaş Azəroğlu, Etibar müəllim mənim yaxın dostum. Atası Balaş Azəroğlu, anası Mədinə Gülgün. Çox az ailələr var. Və Əmircanda da mən fəxr elədiyim Əmircan qəsəbəsində, kəndində, Xilə kəndində bu ailə ilə fəxr eləyirəm. Mən demək olar ki, uşaqlıqdan. Yunus müəllim, Qəyyur Yunus müəllim, xalq rəssamı, onun əsərləri dünyanın hansı qaleriyalarında, hansı muzeylərində, hansı səfirliklərində yoxdur. Çox qeyri-adi çəkilişlə
Mən özüm də rəssam ailəsində bilirik. Mənim böyük bacım İsveçdə yaşayır. Onun da İsveçdə tez-tez sərgiləri çıxır. Yəni uşaqlıqdan məndən çox böyüdüyü böyük bacım. Rəssamlıqdan azca da olsa bir anlayışım var. Ona görə mən elə cavanlıqdan, yəni belə deyək, Qəyyur müəllimin çəkilişində, qeyri-adiliyində vurğunuyam onun əsərlərinə və Sumaya xanım. Bir ailədən iki yaradıcılıq insan. Bu zarafat deyil. Məsələn, çox adamlar deyir ki, həkimdir, müəllimdir, bunlar ziyalı yox. Ziyalılar ancaq professorlar, alimlər, akademiklər, yaradıcılıqla məşğul olan insanlara deyilir. Ziyalı ailədir bu. Hər iki nəfər bir ailədən ziyalı ailə. Əmircan, ümumiyyətlə Bakının 32 kəndindən ən çoxlu savadlılar günü bugün də çıxmaqla, məsələn, Dəmir Yumruq Respublikada birinci dəfə və indi də hal-hazırda Elxan Əliyev, mən ona fəxr eləyirəm, öz balaca həyətində Dəmir Yumruq özü düzəldir və işğaldan azad olunmuş torpaqlarımızın bir neçə rayonunda onu ucaldıb. Onu kim fikirləşə bilərdi? Bugünkü gündə də həmin Əmircandan çıxır, həmin o yaradıcılıqlarla məşğul olan insanlar. Mən söz vermişdim ki, bugün mən bura gəlməyəcəm. Ümumiyyətlə mən bura gəlməyəcəm. Buranın müdürəsi Xəyali xanım mənim bir şəhid atası kimi ürəyimi bərk sındırmışdı. Amma mənim bir şuarla yaşayıram həyatda. Sumaya xanım mənim oğlum üçün şeir yazmışdı. Onun haqqı var mənim boynumda. Mən bugün bura gəlməliydim. Mən bir şuarla deyirəm, mənim balama qiymət verənin ölənəcən quluyam, verməyənin ağasıyam. Vəzifəsindən, məmurluğundan asılı olmayaraq. Mən heç vaxt dalcan yox, üzünə demişəm hamısını. Əfsuslar olsun ki, bəzi adamlar belə şeyi başa düşünmür, eyb yox. Biriz yaşa dolarlar, yəqin başa düşərlər. Sümaya xanım, sizin həqiqətən də mənim oğluma diqqət verdiyinizə görə, mən siz bir klipi də çəkmişsiniz Xəyyam haqqında. Səmaların şəhidi kitabda 11-ci səhifədədir. Çox sağ olun ki, siz qiymət vermişsiniz mənim balama. Biz öləcəyik, gedəcəyik, amma o kitablar həmişə yaşayacaq və gələcək nəsillər o kitabları oxuyacaq və yada salacaq. Sizin qarşınızda baş edir. Çox sağ olun. Ağlama şəhid atası. Göz yaşına qurban olun. Şəhid olan oğulların savaşına qurban olun. Deyirlər kişilər ağlamaz. Əsl kişilər ağlayar. Şəhid atasının, şəhid anasının gözlərindən axan yaş elim oban. O göz yaşı deyil. O qürur yaşıdır. İnsan ömrü nə qədərdir? Bir əsim külək. Bugün varıq, sabah yoxuq. Bax, gördüyünüz bu məkanda 30 il, 40 il, 50, 60, 70, 80, 100 il, Allah hər kəsə 100 il ömür versin, biz olmayacağıq. Ancaq bu məkanda gələcək nəsillər, bax o mərd oğulların, nər oğulların, canını vətən yolda keçən oğulların adları, qəhrəmanlıqları tarixin səhifəsində və qəlblərdə yaşayacaq. Buna arxayın olun, şəhid ailələri. Ona görə də siz ki, tədbirlərdə iştirak edirsiniz, bu vətənə sevgidir. Bu sizin qeyrətiniz, bu sizin qürurunuz, bu vətənə məhəbbət, düşmənə nifrət mesajıdır. Ona görə də var olun. Sizlərin qarşısında danışmaq çox çətindir. Elə bu məqamda şəhid Xəyyama yazılmış şeiri Səmalar şəhidini bizim bir balamız söyləyəcəkdir. Buyursun, gəlsin. Şəhid Xəyyam Əliyevə həsr olunmuş şeiri ifa edəcək 7 sinif şagirdi Nuray qızımız. Ömrünü Allahım bu qədər yazdı. Səni çox sevdiyindən yanına apardı. Arxanca nə qədər gözlər ağlatdı.
Səndən bizə xatirə şəhid rütbəsi qaldı. Artıq xəyyam, səmada uçmayacaqsan, amma göylər qatında ucalacaqsan. Sən bizim qəlbimizdə döyünəcəksən. Millətimin gözündə əbədi yaşayacaqsan. Xilə kəndi hər zaman səninlə fəxr edəcək. Adın cənnət bağında ulduz tək parlayacaq, səmaların şəhidi bir nurla yazılacaq. Əslində bu uşaqlar şeiri deyəndə mənim əzizlərim yanılmırlar. Çox təbiidir. Biraz məsuliyyətdir, biraz həyəcandır. Bu da çox təbiidir. Təşəkkür edirəm qızım, sağ olun. Əmircan Bələdiyyə nümayəndələri Cəlaləddin müəllim və Cəmilə xanım buyursunlar. Sumaya xanım, bugünkü gün münasibəti ilə ən əvvəla Əmircan Bələdiyyəsinin sədri Emil müəllimin salamlarını sizə çatdırıram. Üzürlü səbəbdən iştirak edə bilmədi. Amma bizi də dəvət etdiyiniz üçün çox sağ olun. Biz burada iştirak edirik Əmircan Bələdiyyəsi olaraq. Amma mən sözümü bələdiyyə olaraq demirəm. Mən bir Əmircanlı olaraq sizə öz fikirlərimi çatdırmaq istəyirəm. İnsanın ömrü elə bir neymətdir ki, Allah tərəfindən bizə verilib. Və bu ömürdə hər bir insan özü üçün dünyaya gələndən tərcümə hal yazır. Allah Taala bizi yaradır, dünyaya gəlirik. Təbii ki, Allahımıza və ata-anamıza borclu oluruq, dünyaya yaradılışımızdan ötürü və sonra da tərcümə halımızda özümüz üçün günlər, illər, aylar yazırıq. Xanımlar zərif məxluqdur deyirlər. Bəzən bu bir reallıqdır ki, acı reallıq deyərdim ki, çox xanımlar atasına görəmi, dayısına görəmi, sonradan həyat yoldaşına görəmi, qardaşına görəmi, əmisinə görəmi tanınır. Amma çox böyük xoşbəxtlikdir ki, hər hansı bir qadın həyatda sözünü deyə bilsin, ictimai siyasi həyatda özünü tanıda bilsin, uğurları olsun və özü olaraq tanınsın. Bu böyük bir xoşbəxtçilikdir. Bu xoşbəxtlik hər bir xanıma nəsib qismət olmur, onu da deyim. Bugün çox qürur verici bir haldır, hadisədir ki, Sumaya xanım öz sözünü demiş xanımdır. Namuslu, abırlı, ismətli, imanlı Azərbaycan xanımıdır. Bizim öz qəsəbəmizin, Əmircanımızın xanımıdır və onun həyat yoldaşı Qəyyur müəllim əgər bizim rəssamımızdırsa, Allah ona can sağlığı versin. Biz Sumaya xanımın elə özünü özünə görə tanıyırıq. Yəni, bayaq sadaladıqlarıma görə tanıyırıqsa da, Sumaya xanım öz sözünü demiş bir aktiv bir xanımdır. İstər onun dini inamı, istər onun yazıçılıq qabiliyyəti. Bu arada özümə borc bilirəm ki, Mirvari Dilbazinin adını çəkdiniz rəhmətliyin. Çox sevindirici bir haldır ki, mənim əmim arvadı da o nəsildəndir rəhmətlik. Tamilla xanım Dilbazi, Vəli ağa Dilbazi rəhmətliyin qızı idi. Mənim İsrafil əmmin arvadı Dilbazilər nəslindən idi. Çox böyük köklü nəsil olublar onlar. Əminə Dilbazi, Mirvari Dilbazi, onlar əmi qızı olublar mənim əmim arvadı ilə. Və bugün bu kitabı varaqlayarkən burada bir şeirə gözüm sataşdı və Sumaya xanımın xahişi ilə, yəni o mənə dedi ki, bir şeirimi orada səsləndirərsən, mən də vaxtınızı çox almayacağım, çalışacağım ki, bu şeiri siz üçün deyim burada. Burada deməli 42-ci səhifədə Bakılılar şeiri var. Bakılı olduğumdan nəsə bu şeir məni özünə cəlb elədi və istəyirəm bunu siz üçün burada deyim. Bakının, Bakılıların özünə görə adəti var. İnsana ləzzət verən baldan şirin ləhcəsi var. Hər gələn mehmanına hörməti, həm izzəti var. Süfrəsində içməyə məxməri pürrəng çayı var.
Bakının, Bakılıların qəlbi açıq kövrək olur. Əhdinə, peymanına, hər sözünə sadiq olur. Əgər söz verdi sənə, sözündə vəfadar olur. Bənzəməz başqa kəsə, Bakılılar mərdanə olur. Bakının, Bakılıların Allaha eşq sevdası var. Nahaqla yoxdur işi, haqq deyənə rizası var. Qeyrəti, namusu var, əxlaq, abır, həyası var. Ağsaqqal, ağbirçəyə qədimdən hörmətləri var. Bakının, Bakılıların söz-söhbəti şirin olur. Böyüklərə hörməti əhl-i nəcabətdən olur. Nə badə Bakılıların ləhcəsinə lağ edəsən, o zaman özünü qoru, top tüfəngdən betər olur. Bakının, Bakılıların öz danışıq tərzləri var. Söz altında qalmayan bədahətən cavabı var. Deyim sinə dəftərdir, şirin, acı kəlməsi var. Hər cəhətdən Bakıların özünə məxsus girdarı var. Bakının, Bakılıların şeirə, qəzəl, muğamata, tar kaman sədasına, ruha oxşar qidası var. Azərbaycan elinin Bakıya bənzər Bakılısı var. Bakının hər kəndinə böyük izzət, hörməti var. Təşəkkür edirəm. Bir daha təbrik edirəm. Aşıq Şenlik yazır ki, söz olan yerdə saz olmalıdır, saz olan yerdə də söz olmalıdır. Bugün balaca bir aşığımız var, düz Qazaxdan gəlib. Ay mənim işıq balam, qəlbə yaraşıq balam, sazı özündən böyük. Ay mənim aşıq balam, ay mənim Afiq balam. Afiq balamızı salamlayaq. Sümaya xanımın şeirini səsləndirəcək və Səməd Vurğunun anadan olmasının bu il 120 illik yubileyidir. Cənab Prezident də sərəncam veribdir. Elə Səməd Vurğundan da deyəcək. Buyur. Salam, xoş gördük. Çox hörmətli qonaqlar və tədbir iştirakçıları, hər kəs xoş gördük. Gözəl gözlər. Bu gözəl məclisimizdə, bu gözəl tədbirimizdə şəhid ataları və şəhid anaları var. Hər birinin qarşısında baş əyiləm. Mən ağladım, tar ağladı, sim titrədi, söz ağladı, qəlb kövrəldi, göz ağladı, güldür məni, ağlamayım, göz yaşımdan utanmayım. Axdı gözdən yaş, sel kimi, dəniz coşdu, tufan kimi, ömrüm keçdi, rüzgar kimi. Güldür məni, ağlamayım, göz yaşımdan utanmayım. Baxdım yola nəmli gözlə, axdı damcı üzdən yerə, dil söylədi kəlmə sözlə, güldür məni, ağlamayım, göz yaşımdan utanmayım. Sıralandı göz yaşlarım, nalə çəkdi ahlarım, dilə gəldi dualarım, güldür məni, ağlamayım, göz yaşımdan utanmayım. Heç vaxt üzünüzdə qəm, kədər olmasın, gözəl Allah həmişə üzünüzdən gülüşü əks eləməsin inşallah. Əziz və çox hörmətli, dəyərli tədbir iştirakçıları, hamımızın bildiyi kimi, Cənab Prezidentimiz İlham Əliyev ölməz şairimiz, böyük şairimiz Səməd Vurğunun 120 illik yubileyi haqqında sərəncam imzalayıbdır. Mən də istərdim Göyçə Gülü havası üstündə bir gözəl şeirini səsləndirim.